Göygöldə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Göygöl Hacıkənd Toğralı Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Niva markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı minik avtomobili ciddi deformasiyaya uğrayıb. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri cəlb olunub. Deformasiyaya uğramış Niva markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Vəhəddin Kaplanovun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı avtomobildə olan daha 3 nəfər 1988-ci il təvəllüdlü Murad Məmmədov, 1991-ci il təvəllüdlü Şamxal Abbasov və 1985-ci il təvəllüdlü Nəsimi Həsənov müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım avtomobilləri ilə Göygöl rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri nəzərə alınaraq Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhət adına xəstəxanaya köçürülüblər. Hazırda onların vəziyyətinin orta ağır olduğu bildirilir. Qəzada həyatını itirən Vəhəddin Kaplanovun meyidi məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Göygöl rayon şöbəsinə aparılıb. Hadisə yerinə Göygöl rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, Sənan Bəhrəmli, APA TV, Göygöl.